AutoCAD proqramını bilirsiniz yoldaşlar. Əgər bilirsinizsə, sizin üçün iş ola bilər. Deməli, AutoCAD proqramında minimum 1 illik iş təcrübəniz varsa, təxminən 800 manata yaxınlıq bir iş var. Sabunçu rayonundadır. 6 günlük bir iş rejiminə malikdir. Nə iş görürsünüz? Texniki layihələrin oxunması və düzgün tətbiqi, ölçülərin plan və sxemlərinin dəqiq işlənməsi tipli bir işdir, smeta dəyərinin çıxarılması işdir, satışın həyata keçirilməsidir, layihələrdə düzəlişlərin edilməsi və yenilənməsi işidir. Deməli, nə tələb olunur? AutoCAD proqramında minimum 1 illik iş təcrübəsi, diqqətli olmaq, məsuliyyətli olmaq, vaxtında işi təhvil vermək bacarığınız olmalıdır və komanda ilə işləmə bacarığınız olmalıdır. 700-800 manatlıq belə bir kompüter operatoru işi var. Bu işə də müraciət metod dəstəkçisə və yaxud da digər işlərlə də tanış olmaq istəyir. Ümumiyyətlə, iş tapmaca çətinlik çəkirsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görsəz, kanala daxil olun. Toğrulacaq adlı kanalına. Kanala daxil olduqdan sonra diqqət etsəz, profildə əlaqə vasitəsi qeyd olunub.